Suraxanı rayon icra hakimiyyətinin və Autizm Fəxrilikdir İctimai Birliyinin birgə təşkilatçılığı ilə Autizm aylığı çərçivəsində Aura Şadlıq Sarayında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil olunub. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, Autizm Fəxrilikdir İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyə Nuriyeva, autizm və digər inkişaf pozuntuları olan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxışında dövlətimiz tərəfindən qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. İnklüziv və həssas cəmiyyətin formalaşmasında dövlət qurumları ilə yanaşı ictimai birliklərin, valideynlərin və ümumilikdə cəmiyyətin hər bir üzvünün üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının üzə çıxarılması, onların sosial həyata fəal cəlb olunması və bərabər imkanlarla təmin edilməsi prioritet məsələlərdəndir. Adil Əliyev qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər təkcə sosial dəstək xarakteri daşımır, eyni zamanda cəmiyyətdə maarifləndirmənin gücləndirilməsinə xidmət edir. Autizm Fəxrilikdir İctimai Birliyinin sədri Nərgiz Osmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyə Nuriyeva və digər qonaqlar çıxışlarında bu kimi təşəbbüslərin hər bir uşağın özünü cəmiyyətin bərabər hüquqlu üzvü kimi hiss etməsini təmin etdiyini vurğulayaraq bildiriblər ki, belə tədbirlər onların sosial bacarıqlarının inkişafına, özünə inamlarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına mühüm töhfə verir. Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub, hədiyyələr təqdim edilib.